Salam, xoş gördük, hörmətli izləyicilərimiz. Bugün sizlərə qəşəng bir dənə mənzilimizi təqdim edirəm. Mənzilimiz Masazır qəsəbəsində mərkəzdə yerləşir. Əsas yolla 150 metr məsafədə yerləşir. Kompleks şəklində olan evlərimiz, mənzildir. 8 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Tam gözəl təmir, super təmir, demək olar ki 70% əşyalar qiymətə daxil qalacaq. Ev ümumiyyətlə belə bir nüansları sizin üçün qeyd edeyim. Ev laminat olsa da, istər laminat yer, istər keramogranit yer olsun, hamısı döşəmədən isitmə, əlavə radiator da var. Binada qaz var, hörmətli izləyicilərimiz. Burada harda nə çıxacaq, nə qalacaq sizlər üçün açıqlayacağım. Evdə, mənzildə stol, mətbəx, salon, stulları, bir elektronik əşyalar götürüləcək, bir də bu beşik götürüləcək. Bu evin salon hissəsi, televizor, TV stand, komod, divan, jurnalni, bunlar, pərdələr qalacaq. Qiymə 54 kvadrat 2 otağa düzəlmə mənzildir. Yola yaxındır, alıb 400 manata kirayə də vermək mümkündür. İstəyimiz kombi ilə həyata keçir, binada qaz var, radiator da var, döşəmə, laminat olan yerdə belə yerdən isitməlidir. Bu gördüyünüz hissəmiz, salon hissəmiz gözəl təmir, təmirə aid iş görməyəcəksiniz, super qəşəng bir təmir. Bu giriş hissəmizdir, evin giriş hissəsi. Burada gizli şkaf, paltar şkafı montaj olunubdur. Böyük sahə malikdir, içi böyüdür, 80 sm belə desək. Giriş hissəmiz, domofon sistemi var. Burada tavanda olan bax boş yer istifadə olunur. Dolab kimi istifadə olunur artıq əşyaları yığmaq üçün. Burada isə belə bir yataq otağımız var. Böyükdür, ev qəşəng, normal. Yataq otağı montaj olunan yataq otağıdır. Görürsünüz necə işıqlar, qəşəng dizayn verilib. Şkaf çoxdur burada. Burada da çıxacaq əşya. Sadəcə olaraq uşaq beşiyidir, o da çıxacaq. Yataq otağı normal şəkildə dizayn olunub, qəşəng işıqlar, dekor işıqlardan istifadə olunubdur. Təmir də gözəl, qiymət 88.000 manat deyilir. Endirim çox az şəkildə olunacaq, çünki əşyalar bahalı əşyadır. Burada da sağ hissədə girişdə belə bir döşəməsi isitmə olan sanitar qovşağımız yerləşir. Tam gözəl təmir, quruducu var burada. Döşəməsi isitmə, hər bir lazım olan avadanlıqlar mövcuddur. Bu isə mətbəx hissəmiz. Mətbəxdə də sadəcə stolsuz, bir də elektronik əşyalarımız götürüləcək. Burada balkon hissəmiz var. Balkon hissədə kombi, qaz xətti və arison ehtiyat üçün montaj olunub, qoyulub. Mətbəx də döşəmədən isitmə, mətbəx mebeli üstü mərmər, tavana qədər olan hündürlük. Burada da götürüləcək fırın, qabyan, belə deyək, soyuducu hissə götürüləcək. Qapılar qəşəng, dözümlü, bahalı qapılar. 54 kvadrat yaşayış sahəsindən ibarətdir. 2 otağa düzəlib, gözəl, fərah, təmiz, təmirli olan bir mənzil. 54 kvadrat yaşayışın ikinci mərtəbəsi, ümumilikdə binamız 8 mərtəbəlidir. Əsas yolla heç 150 metr məsafəsi yoxdur, hörmətli izləyicilərimiz. Aformut olan hissə danışılacaq ev sahibinə aiddir. 88.000 manat deyilir. Real müştərilərə endirim mütləq olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.